Değerli izləyicilər, hər vaxtınız xeyirli olsun. Hamı kimi mən də fikirləşirdim ki, yəqin ki, müharibə olur. İran-Amerika müharibəsində qızılın qiyməti artar. Bir gün kəskin sürətlə artmağa davam etdi, düzdür. Amma hal-hazırda gəlin baxın. Dünən 175 manat olan lon bugün 165 manatdır. Bir gün içərisində qızıl nə qədər endi? Hər biriniz Kitco proqramını yükləyib buradan qızılın gündəlik ünsiyyətini görə bilərsiniz. Bunları nəzərə alaraq mən də bayaq paylaşdığım qızılları endirmə salıram. Maya dəyərinin 200 manat bahasına satıram. Hal-hazırda hər birinin qramı satış qiyməti bu ikisiyə düzəldi. Bunlardan başqa 175 manatla təklif edirəm. Bu malların içində Van Cleef model, Shopartlı Goldbag, baxın, Kələpçə model, Cartier və Zmeyka belə maraqlı mallarımız var. Ətraflı məlumat üçün bizimlə WhatsApp vasitəsilə əlaqə saxlayın. Bunlar isə baxın 5 qaş brilyant üzükdür. 750 yarda ağappaq qaşları var. Bu isə tək qaş və baget qaşdan. Gözəl bir üzükdür. Hər birinin qiyməti üçün bizimlə WhatsApp vasitəsilə əlaqə saxlayın.